Deniz kimi Facebook platforması da marketinqdə çox önlərdə olduğu üçün winning product-ı da buradan axtarmaq məqsədə uyğundur. Və mən sizə bəzi metodlarla winning product-ı necə tapırlar, sizə bu gün onu izah edəcəm. Bunun üçün biz Google-da extension bölməsinə girməliyik. Extension Facebookda ya Chrome-da biz mağaza rolunu oynayır, hansı ki iPhone-da Application Market var, App Store var, Samsung'da Google Play var. Chrome'da da Chrome Web Store var. Deməli burada biz bu extensionları yükləməliyik. Hansı ki bu extensionların adları Metapixel Helper-dir və My Ad Finder-dir. Bu iki proqramın ikisinin də adlarını bura yazın. Məsələn, Ad Finder yazıram mən bura. Və bu proqram içinə girib buradan Add to Chrome knopkasını basmaq lazımdır. Basdıqdan sonra isə yüklənəcək və o cümlədən eyni qayda ilə bu proqramı da orada axtarış eləyib yükləmək lazımdır. İkisini də buraya əlavə elədikdən sonra biz bu proqramı ilk öncə qoşacağıq. Burada Show Only Ads və Auto Scroll-u basdıqdan sonra o sizin Facebookunuzda olan reklamları bir-bir axtarıb ortaya çıxardacaq. Bir müddət gözlədikdən sonra artıq əgər sizin Facebookunuz köhnə Facebookdursa və indiyə qədər reklamlarla nə vaxtsa əlaqəniz olubsa, o dəqiqə o həmən məhsulu tapacaq. Əgər olmayıbsa, Facebookunuzu biraz köhnəldib, sonra bu metoddan istifadə edə bilərsiniz ki, həmən o məhsul reklamlarda tapsın. Söhbət winning produktlardan gedir. Oradan Show Only Ads o deməkdir ki, ancaq reklamları göstərdi. Bayaq o səhv göstərirdi, postlar da göstərirdi. İndi artıq amma reklamlar da göstərəcək deyə düşünürəm. Ancaq reklamlar göstərəcək deyə düşünürəm. Fikirləşir Facebook hələ ki, reklam biraz çıxartmağa vaxt alır. Və ilk reklamını verdi artıq. Bu həmən reklamlardan biridir. Və budur, Facebook artıq ilk məhsulunu bizə, ilk winning product-ını göstərdi. Gördüyünüz kimi davam elədikdə yenə reklamları görürük. Hal-hazırda bu məhsullar winning sayılır. Yəni, insanlar daha çox aldığı məhsullardandır ki, qabağımıza bunlar çıxır. Siz buradan da, yəni gələn kommentlərdən, like-lardan da bilə bilərsiniz ki, bunların hansı daha güclüdür. Özümüz yavaş-yavaş aşağı düşə-düşə baxa bilərik. Baxın, məsələn, buna 608 like gəlib, buna 9100 like gəlib. Deyilənə görə bu qolbağı taxdıqda insanlar arıqlayır. Əlbəttə ki, yalandır, sadəcə yəni, marketinqdə insanlar eləyiblər. Bu cür məhsul, onlar daha çox, yəni bu cür məhsulları satmaq məsləhət deyil, çünki sabahsı gün kimsə nəticə görməyəndə birbaşa məhsulu geri almaq istəyəcək, yəni pulunu geri almaq istəyəcək. Ona görə bu cür məhsullardan geri dururuq. Ancaq bizə lazımdır ki, winning produktların daha çox görünməyini, yəni bunun üçün nə etməliyik? Buradan şimdi alış-veriş yap basdıqdan sonra biz bu məhsulu Facebooka sanki aldıq kimi göstərəcəyik. Gəlin bunu başqa bir saytda eləyək. Məsələn, bunda bu nə məhsuldur? Bu məhsulun adını rusca bilirəm, raqatka deyirlər deyəsən. Həmən o cür məhsulda həm də balıq vurur. Maraqlıdır, gəlin bunu Facebooka özümüzü aldıq kimi göstərək. Buradan buy now eləyirik. Buy now elədikdən sonra biz bu hissəyə gəlib çatdıqda bura hər hansısa bilgi falan yazmağa ehtiyac yoxdur. İndi sizə bu videonun altında verdiyim kod ilə biz həmən o kod nəticəsində Facebooka bu məhsulu aldıq kimi göstərəcəyik və Facebooku aldadacağıq. Facebook da düşünəcək ki, biz bu məhsulu əgər almışıqsa, deməli bizə daha çox reklam göstərməlidirlər və ona görə də bizə daha çox reklamlar çıxardacaqlar qabağımıza Facebookda. Bunun üçün indi nələr eləməliyik, onu sizə izah eləyəcəm. Əlinizdəki mouse'un ikinci düyməsini basdıqdan sonra burada Inspect-ə tıklayırıq. Inspect-ə tıkladıqdan sonra isə burada Console sözünün altından, yəni bu hissədən
həmin bu skripti bura kopyalayıb yapışdırırsınız. Həmin bunu mən sizdə videonun altında Telegramda zaten əlavə eləmiş olacağam. Burada gördüyünüz kimi 29.99 yazılıb. 29.99'u burada value yerinə yazırıq. 29.99 və bu x yerində də burada x-i silib həmin bu saytın pikselini götürəcəyik. Buradan click to copy eləyirik. Gördüyünüz kimi burada purchase-a aid hələ ki heç nə yoxdur. Gəlib bura mötərizəyə həmin bunun pikselini əlavə eləyirik və enter basırıq. Undefined yazdıqdan sonra bir dənə də bura baxırıq. Gördüyünüz kimi purchase yazıldı. Yəni biz bu məhsulu artıq almış kimi sayıldıq. Bu metodu 200 dəfə istifadə edərək daha çox reklamları qabağınıza çıxarda bilərsiniz. İndi isə səhifəni yeniləyirik və Facebook hal-hazırda bizi daha öncəki user kimi yox, daha çox alıcı kimi görəcək ki, yəni biz bunlardan bazarlıq eləyirik, yəni shopping eləyirik Facebook mağazalarından və qabağımıza daha çox məhsullar çıxardacaqlar. İndi isə buradan da yenə bir-bir düşə-düşə başqa məhsullar da görə bilərik bu şəkildə. Əgər siz istədiyiniz hər hansısa deyək ki, məsələn, bu advertiser'ı, yəni bu reklam verən adamın reklamını bəyənmisiniz və maraq edirsiniz ki, bu adam bu reklamına 10.000 like alıb, maraq edirsiniz ki, bu adam bundan başqa görəsən nələr satır. O halda da bura gəlirsiniz, burada yazırsınız ki, facebook.com drop ads drop library və yazdıqdan sonra buradan Azərbaycan ölkəsini dəyişib tümü qoyuruq və reklam kateqorisi də elə tüm reklamlar kimi də ola bilər. Və buradan da həmən bu advertiser'ın adını yazırıq. Lumi Drown. Və həmən Facebook səhifəsinin üstünə tıklayırıq. Bu adamın reklamları hələ ki elə budur. Bu məhsul üzərindən gedir. Siz istəsəniz bunun videosunu buradan yüklədə bilərsiniz və yaxud istəsəniz bu məhsulu əgər saytınıza yükləmək, Deezers'dən tapıb yüklədikdən sonra bu adamın description'ını belə buradan götürmək mümkündür. Gəlirsiniz bura, buradan description'ı belə bu şəkildə kopyalayıb götürə bilərsiniz. Review'lara da şəkillər əlavə eləmək istəsəz, bu şəkillərin hər birini buradan götürə bilərsiniz. Facebook'da başqa cür yenə necə reklam məhsul tapa bilərsiniz, onu bir daha başqa metodda göstərim. Burada Facebook'da ara hissəsində siz axtarış yerinə məsələn 50% off yaza bilərsiniz. Və bu 50% off-dan sonra gördüyünüz kimi qabağınızda bax bu cür videolar çıxacaq. Yəni bir açar söz ilə adamların bütün reklamlarını görə bilirik. Yəni kim ki Facebook'da reklam eləyib, düzdür bunlar köhnə reklamlar olacaq. Yəni istəsəz burada filtrdən dəyişə bilərsiniz, yeni videolar qoya bilərsiniz. Ancaq yenə də məhsul olaraq bütün videoları falan hamısını tapmaq mümkündür. Buradan hətta videolar seçib sırf videolarda görə bilərsiniz. İndi isə keçid eləyək növbəti platformalarda nə cür winning produktlar tapmaq mümkündür, onlara baxaq.